Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yevlaxda vəkil oteldə ölü tapılıb. Məlumata görə hadisə şəhər arasında fəaliyyət göstərən Həmdəm otelində qeydə alınıb. Oteldə gecələyən 37 yaşlı vəkilin meyidi qaldığı otaqda aşkar edilib. Onun çoxlu sayda dərman həbləri qəbul etdiyi və zəhərlənərək öldüyü bildirilir. Məlumata görə mərhum Fortiori vəkil bürosunun üzvü olub. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır. Digər bir xəbərdə isə əslən Xızının Tığlı kəndindən olan vəkil ötən ailə həyatı qurub. Onun bir neçə gün öncə qızı doğulubmuş. Faktla bağlı araşdırma aparılır.